2018-ci ildə qəbul imtahanında istifadə olunan sual. Deməli, deyir ki, bütün üzvləri mürəkkəb olan cümlələri müəyyən edin. Gəlin baxaq. Səhər açılanda mənzilin geniş eyvanına çıxmaq, dənizin gahçılığın, gah da sakit dalğanı seyr etmək onun adəti idi. Bax, bu yiyəlik mənsubiyyət. Hamısı birlikdə xəbər. Onun adəti idi. Nə? Mənzilin yiyəlik, eyvanın mənsubiyyət. Bu da məsələ tərkibi. Hamısı birlikdə mübtəda. Dənizin yiyəlik, dalğaları mənsubiyyət, eləmi? Seyr etmək də məsələ tərkibi. Hamısı birlikdə yenə mübtəda. Nə zaman? Səhər açılanda, bu da anda nədir? Burada feili bağlama şəkilçisi. Ona görə bütün cümlə üzvlər mürəkkəb, yəni söz birləşməsindən ifadə olunur. Biri götürürəm. Şərif evə gələndə yol boyu ancaq bir məsələ barədə fikirləşmişdi. Bax, fikirləşmişdi kim? Şərif. Şərif evə gələndə, bax, evə gələndə nə zamandır? Feili bağlama tərkibidir. Siz bunları bərabər götürə bilməzsiniz. Çünki bu xəbərdən əlaqə girir, mübtədadır o. Ona görə mübtəda, bax, müstəqil sözlə ifadə olunur, mürəkkəb deyil. 2 getdi. Beləsini işə götürmək həqiqətən də özünə rəqib qazanmaqdır. Özünə rəqib qazanmaqdır. Məsləhət tərkibi xəbər. Nə? Beləsini işə götürmək. Məsləhət tərkibi mübtəda. Həqiqətən də birisi köməkçilik hissəsidir. Ona görə 3-ü də götürürəm. Süfrəni bəzəyən mövsüm meyvələrin hamısı Nuru kişinin bağbatının məhsulu idi. Nuru kişi 1, kişinin yiyəlik, kişinin bağbatı, mənsubiyyət, təzədən burada yiyəlik, yenə mənsubiyyət, idi də özünə əvvəlki xəbər edirdi. Elə deyil. Ona görə bax, buradan bura hər şey oldu xəbər, eləmi? Mövsümün meyvələri bir ismi birləşmə, meyvələrinin yiyəlik, hamısı mənsubiyyət, ikinci ismi birləşmə. Bu da oldu mübtəda. Hansı mövsüm meyvələrinin hamısı süfrəni bəzəyən feili sifət tərkibi olacaq təyin. Elə sənin cavabın olacaq 1, 3, 4, Y variantı. 5-ə baxaq. Şiddətli külək qapı pəncərəni döyür. Bax, külək hansı külək? Şiddətli külək. Bunlar gördüyünüz kimi sadə sözlə ifadə olunur. Yəni sözlə ifadə olunur. Getdi. Cavabım